Salam hörmətli Nix Avto Import izləyiciləri, hər vaxtınız xeyir olsun. Dəyərli müştərimiz üçün aldığımız Tucson modelini sizlərə təqdim eləmək istəyirik. Nə zəhmət olmasa buradan göstərir ilk etapda. Avtomobil 16 aprel tarixində alınıb. Onun niyyəsini sizə izah eləyəcəm. Gördüyünüz kimi ön hissədən zədə ilə almışıq avtomobili. Daha doğrusu zədə deyil, vandalizmdir avtomobilimiz. Sürücü tərəf şüşəsinin qırılması və zamok yerindəki qırıqla əlaqədar alınıb avtomobil. Auksionda yanında heç bir detal yox idi. Mən sizə sığorta şəkillərini təqdim edirəm. Gördüyünüz kimi sığorta artıq buferi avtomobilin üzərinə quraşdırıb. Portda olan vəziyyətdə bu avtomobildə. Gördüyünüz kimi alternativ heç bir zədəsi yoxdur. Olduğundan daha da yaxşı vəziyyətdə porta təhvil verilib. Avtomobilin faralarına qədər hər bir şey artıq içindədir. 16 aprel tarixində aldığımız avtomobil 27 aprel yola düşdü və 25 mayda artıq potid olacaq. Yəni 1 ay 15 günlük bir müddətə maşını müştərimizə təhvil veririk. Xeyirli, uğurlu olsun.